Allah Nur surəsi 55-ci ayədə sondan danışır, axırı zamandan danışır. Gedib evdə inşallah o ayəni qəşəng oxuyarsınız. Həmən ayədə Allah buyurur, sonda yer üzünə Allahın razı qaldığı din hakim olacaq. İrtədə ləhum. Allahın hansı dinlə razıdır? Allah hansı dinlə razı qalıb? Allah bir yerdə dindən razı qaldı. Birinci gün çıxışımda hissettim. O da Qədirxunda idi. Elə ki Peyğəmbərimiz əleyhissalamın vilayətin insanlara çatdırdı. Həm ilahi hökmlər çatdırıldı, həm ilahi rəhbər qeyd olundu, ayə nazil oldu. Raditu lakum el-İslamə dinən. Razı qaldım bu dindən. Mən bu dindən razıyam. O din ki, orada həm ilahi hökmlər var, həm ilahi rəhbər var. Amma çox təəssüf, 9 gün içində izah dedim, verdim sizə. Ki, ilahi rəhbəri qoydular kənara, get-gedə hökmlər çıxırdı sıradan və İmam Hüseyin əleyhissalam canı bahasına ilahi hökmləri yaşatdı. Ondan sonra dövrün imamı gələcək, həmən hökmləri dünyaya hakim eləyəcək tam mənada. Ona görə Allah Teala deyir ki, sonda mən razı qaldığım din yer üzünə hakim olacaq. Allahın razı qaldığı dini də mən sizə izah vermişəm. Bəli, sonda belə bir cəmiyyət qurulacaq, ilahi bir cəmiyyət. Həmən ayədən deyirəm yenə sizə, Nur surəsi 55-ci ayədən. Deyir, elə bir cəmiyyət olacaq ki, qorxu, vahimə o cəmiyyətdə olmayacaq. Qorxu yer üzündən silinəcək. Kimsə qorxsun, kiməsə nəsə olsun, kimsə ona zülm eləsin, belə bir qorxu olmayacaq. İndi ilahi xof öz yerində. Elə bir qorxu olmayacaq, qorxu, vahimə yer üzündən silinəcək, onun yerini əminamanlıq, xatircamlıq və əmniyyət dolduracaq. Sonda belə olacaq. Peyğəmbərimiz buyurur, Bil-məhdi yəmhəqul kəzib və yazhəbuz zəmanul kəlib. Dövrün imamı gələndə yer üzündən yalan silinəcək. Yalan vəddər silinəcək. Heç kəsə aldada bilməyəcək. Və yazhəbu əz-zəmanul kəlib. O əziyyətli günlər hamısı keçən tarixdə qalacaq. Heç kəsə əziyyət verə bilməyəcək.